2 fevral Azərbaycan Gənclər Günü ilə əlaqədar könüllü təşkilatlarının dayanıqlı inkişaf forumu keçirilib. Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə gerçəkləşib. 200-dən çox Azərbaycan könüllüsünü bir araya gətirən forumun əsas məqsədi İttifaq tərəfindən üzv təşkilatlarının fəaliyyətinin artırılması, dayanıqlı inkişafının təmin edilməsi, təşkilatlar arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub. Forumun rəsmi açılış hissəsində ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Forumda Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asif Əsgərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və aktiya üzv təşkilatlarının rəhbərləri, media nümayəndələri, bir sıra rəsmi qonaqlar və könüllülər iştirak ediblər. Çıxış edən rəsmilər 2 fevral Gənclər Gününü ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilməsi və bu günün Azərbaycan gəncliyinə verilən yüksək önəmin göstərici olduğunu vurğulayıblar. Əlbəttə, bugünkü forum gözəl bir forumdur. Çünki burada gənclərin bir araya toplaşaraq, xüsusən də könüllülərin keçirdiyi forumun çox böyük bir önəmi var. Ona görə ki, bu əsasən 2 fevral Gənclər Gününə təsadüf edilir. Və 2 fevral Gənclər Günü bizim bütün respublikamızın, ölkəmizin gənclərinin bayram etdiyi gündür. Bu, Ulu Öndərimizin təsis etdiyi bir gündür. Çünki 96-cı ildə ilk dəfə forum keçiriləndə, o vaxtda gənclər ətrafında birləşdirən Ulu Öndərimiz çox proqram xarakterli bir çıxış elədi, öz fikirlərini söylədi və gənclərə diqqətlə, qayğına yanaşmalarını bütün dövlət təşkilatlarına tapşırıq və tövsiyə verdi. Ona görə də sonra 97-ci ildə artıq qərar verdi ki, hər il fevral ayının 2-si Gənclər Günü kimi qeyd olunsun. Ona görə 97-ci ildən başlayaraq hər il gənclər bir araya toplaşaraq 2 fevralı öz bayramları kimi qeyd edirlər. Və bu günlərdə könüllülərlə bu tədbiri biz keçirdik və onların nə qədər xoş əfa ruhiyyə yaşadıqlarını biz də şahid olduq. Bu gün 2 fevral Gənclər Gününə həsr olunmuş könüllü təşkilatların dayanıqlı inkişaf forumu keçirilməkdədir. Forumun əsas məqsədi ölkədə könüllü hərəkatının inkişafına dəstək və dayanıqlı inkişafının təmin edilməsidir. Və dayanıqlı inkişaf məqsədlərindən irəli gələn Könüllü Təşkilatları İttifaqının xüsusi məqsədləri və hədəfləri prioritet formada seçilmişdir və bu istiqamətdə də müxtəlif layihələr həyata keçirilməkdədir. Bu forum çərçivəsində də biz panel sessiyalar həyata keçirəcəyik və panel sessiyada da könüllü hərəkatında yeni perspektivlər və dayanıqlı inkişaf istiqamətində müzakirələr aparacağıq. Gənclərin ideya və təşəbbüslərinin reallaşdırılması istiqamətində ideyaların layihələşdirilməsi ilə bağlı müzakirələr həyata keçiriləcəkdir. Forum çərçivəsində könüllülük hərəkatında yeni perspektivlər və dayanıqlı inkişaf adlı panel sessiya təşkil edilib. Banu Çiçək, Hüseynli, Çingiz Abdullayev, Səs TV.